Herkese salam, hər vaxtınız xeyir olsun dostlar, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bu gördüyünüz bəyəfəndinin tədbiridir, Bahar bayramı ilə bağlı. Əl ilə dostlarımıza. Gedirik onun tədbirinə. Və qardaşları da oğulları, daha doğrusu onu, oy, sən haradasan? Ötürməyə gəlir. Gedək qaqamızı yola salaq. Gəldik, çıxdıq Panda School'a. Burada balacalar bizi gözləyir. Yavaş-yavaş birazdan tədbirimiz başlayacaq. Adın nədir sənin? Nigar, neçə yaşın var Nigar? Aferin sənə. Sənin adın nədir? Sən də özünü tanıt. Neçə yaşın var Ömər? Adın nədir? Neçə yaşın var Nəzrin? Nəzrin də adı, hə? Neçə yaşın var? Sənin adın Ömərdir. Bildiyimi soruşdum bayaq sizdən. Nədir sənin? Nigar? Eşitmirəm. Maviş? Adın Mavişdir. Ay, nə gözəl adın var sənin. Çox gözəlsən. Neysən, Barbie kuklasına oxşayırsan. Kukulka sən, kukulka. Sən çəkməmişəm. Adını de görün mənə. Mühərrəmdə. Əl ilə dostlarımıza. Ay, sağ ol. Bugün sizinlə çox səmimi, xüsusi bir günü bölüşmək istəyirəm. Ortancıl oğlum 4 yaşlı Ömərin Panda School Yevax filialında Bahar bayramı münasibəti ilə keçirilən tədbirinə qatıldım. Mən də bu anları sadəcə izləmək yox, yaddaşa çevirmək üçün kameramla birlikdə oradaydım. Əvvəlcə bir şey ürəkdən demək istəyirəm. Burada çalışan kollektiv həqiqətən fərqlidir. Bu, sevgi, qayğı və diqqətin birləşdiyi bir mühitdir. Hər bir körpəyə fərdi yanaşmaları, onları incitmədən, sıxmadan öyrətmələri insan ürəyini rahatladır. Uşaqlar burada təkcə öyrənmir, eyni zamanda özlərini güvəndə hiss edirlər. Sevilirlər, dəyər olduqlarını anlayırlar. Maarifləndirici oyunlar, inkişaf etdirici məşğələlər, psixoloq və loqoped dəstəyi, bunların hamısı bir sistem altında qurulub. Və ən önəmlisi, uşaqlar bunu dərs kimi yox, oyun kimi qəbul edir. Bu isə hər bir valideyn üçün böyük bir rahatlıqdır. Bunu da xüsusi olaraq qeyd edeyim ki, Panda School təkcə balaca körpələr üçün deyil, daha böyük uşaqlar üçün də müxtəlif dərsləri, inkişaf proqramları təşkil olunur. Yəni bu məkan uşağın ilk addımlarından başlayaraq daha böyük yaşlara qədər onun inkişafına yoldaşlıq eləyir. Gələk bugünkü günə. Bugün orada gördüklərim sözlə tam izah olunacaq kimi deyil. Balaca uşaqlar, amma ürəklər o qədər böyük ki, hər biri öz dünyasında, öz sevincində, öz həyəcanında idi. Kimi utanırdı, kimi rəqs edirdi. Uşaqları izlədiyim an onların gözlərindəki o işıq, o saf sevinç sanki bütün yorğunluğumu aldı. Bir anlıq zaman dayandı. Düşündüm ki, bir daha bu anlar geri qayıtmayacaq. Və yaxşı ki, mən buradayam, yaxşı ki, bu anları yaddaşa köçürürəm. Körpələrin o saf gülüşləri, bir-birinə baxıb utanmaları, rəqs etmələri, cəsarət təbib oynamaları, bunlar sadəcə görüntü deyil. Bunlar gələcəyə xatirədir. Sabah böyüyəndə baxıb gülümsəyəcəyimiz, bəlkə də kövrələcəyimiz anlardır. Və təbii ki, bahar bayramının ruhu da özünü hiss etdirirdi. Rəngarəng dekorlar, şən musiqilər, uşaqların üzündəki sevinç, hər şey o qədər isti idi, o qədər doğma idi ki, insan özünü yad hiss etmirdi. Sanki böyük bir ailənin içində idim. Bir ana olaraq ən çox diqqətimi çəkənsə müəllimlərin uşaqlara yanaşmaları oldu. Hər bir uşağın arxasında onları sakitləşdirən, yönləndirən, motivasiya edən bir müəllim var idi. Bu çox böyük bir rəhmətdir. Çünki burada sevgi hiss olunur və mən ürəkdən təşəkkür etmək istəyirəm Panda School kollektivinə. Bu gözəl günü təşkil etdikləri, uşaqlara bu qədər sevgi ilə yanaşdıqları və valideynlərə rahatlığı yaşatdıqları üçün həqiqətən də dəyərli iş görürsünüz. Çox sağ olun, var olun. Əziz izləyənlər, əgər siz də övladınız üçün həm öyrədici, həm sevgi dolu, həm təhlükəsiz bir mühit axtarırsınızsa, belə məkanlara diqqət etməyinizi tövsiyə edirəm. Uşaqların inkişafı təsadüfə buraxılacaq mövzu deyil. Bu gün haqqında bir balaca da danışmaq istəyirəm. Uşaqlar doyunca oynadılar, əyləndilər. Müəllimə onların üzərinə səməni şəkil çəkdi. Sonra isə gətirdikləri azuqələri nuş elədilər. Siz videonu izləməyə davam edin, mən isə sizlərlə sağollaşım. Əgər video xoşunuza gəldiysə, hisslərinizi şərhlərdə bölüşməyi unutmayın. Sizin fikirləriniz mənim üçün çox dəyərlidir. Videonu bəyənib paylaşaraq daha çox valideynə çatmasına dəstək ola bilərsiniz. Sağ olun, salamat qalın. Hələlik. Maması oynamır, bax maması. Deyirik ki, gəl sən də oyna, oynamır. Yar gəlir görüşə, gözüm aydın ya, sürüşə. Tədbirimiz sona gəldi, dostlar. Dedik ki, hərə öz gətirdiyi azuqələrdən nuş eləsin. Əgər videonu bəyəndinizsə kanala abunə olmağı, videonu bəyənməyi, şərh bölməsi, şərh yazmağı unutmayın. Uşaqlar sağ ol eləyin.